taksinin qiymətinin qalxmamağında səbəbkarı taksi, filit və parklardır. Bildiriləndə ki, bu parklar, filitlər bağlanmalıdır, birbaşa şirkətlər tərəfindən idarə olunmalıdır. Bir çoxları buna biganə yanaşırdı. Baxın, paylaşırlar ki, aya 2000, 3000, yəni ki, hansı sürücü işləsə falan qədər pul verirəm falan. Onu rəqəmləri görən yadınızda saxlayın. Onun xərclərini fikirləşmir. Ay faizi, ay yanacağı, ay nə bilim konturu, o bu heç birini fikirləşmir. Sadəcə rəqəmi görür. İndi bu parklar, filitlər reklam edir ki, aya 2000 işləyən belə, 3000 işləyənə nə bilim falan bonus verirəm. Qıraqdan baxanda təsəvvür edin, bir maşın əgər aya 2000, hələ mən minimum deyirəm ha, bunların dediyinə əsasən 2000, yəni ki, belə deyilir, dövriyyədə pul olursa bir maşında. Görün bu 1000 maşına nə qədər edir? 2 milyon pul edir. Təsəvvür edin, 34.000 taksi var fakt bu dəqiqə kartı olanda, söhbət kartı olan gedir. Kvota 25.000-dir, amma indi o gəlib 25.000 düşəcək də ləğvlə falan necəsə gəlib düşəcək. Sürücü özü ləğv eləməklə, vaxtı bitənlə. İndi təsəvvür edin ki, 34.000 taksi var. 1000 maşına da 2 milyon edir. 10.000 maşına 20 milyon edir. Bir 34.000 özünüz hesablayın da. Bir ay olan məbləğdir. Bunu kənardan görəndə bəlli qurumlar nə düşünür? Bax, bunun hamısını zibilini çıxardan parklar, filitlərdir. Yadınızda saxlayın.